tərtər işi çərçivəsində casusluq iddialarına görə Bakıdakı separatçıların da mühüm faktları aça biləcəkləri deyilir. Bu prosesdə Ramiz Mehdiyev və keçmiş qondarma rejimin liderləri Arkadi Bukasyan, Bako Sakyan, Arayik Arutunyan tərtər işi ilə bağlı dindirilə bilərmi? Global Info PASA danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə ad çəkilən şəxslərin dindirilməsi mümkündür. O əlavə edib ki, bu tərtər işi də daxil olmaqla bir çox məsələləri əhatə edə bilər. Tərtər işi artıq çox mürəkkəb və həssas bir məsələyə çevrilib. Bu mövzu bəzən Azərbaycan dövlətinə qarşı, hətta Azərbaycanın hərbi siyasi qələbəsinə kölgə salmaq məqsədi ilə istifadə edilir. Bu mövzu bəzən Azərbaycan dövlətinə qarşı, hətta Azərbaycanın hərbi siyasi qələbəsinə kölgə salmaq məqsədi ilə istifadə edilir. Bildiyimiz kimi dövlətimiz bu iş üzrə istintaqı yenidən aparmağa qərar verdi. Nəticədə bir çox şəxs bəraət aldı, bəzi şəxslər isə məsuliyyətə cəlb olundu. Bu faktlar göstərir ki, məsələ dövlət üçün ciddi əhəmiyyət kəsb edir. Bununla belə daxildə və xaricdə müəyyən qüvvələr mövcud hadisədən dövlətimizə qarşı istifadə etməyə çalışırlar. Təəssüf ki, bu qüvvələr arasında ölkə daxilindən olanlar da var. Ermənistan tərəfi də zaman-zaman məsələdə manipulyasiya məqsədi ilə istifadə etməyə cəhd göstərir. Əlbəttə, bütün bunlar Azərbaycanın qələbəsinə və ərazi bütövlüyünün bərpasına kölgə sala bilməz. Ancaq hələ də mövzu ətrafında fərqli və bəzən təxribat xarakterli fikirlər səsləndirilir. Xəyal Bəşirov sabiq deputat Elton Məmmədovun dediklərinə belə münasibət bildirib. Elton Məmmədov bir zamanlar Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMİAda fəaliyyət göstərib. Sonra da münasibətlərində ziddiyyətlər yaranıb, mövqeləri toqquşub. Hazırda vəkillər kollegiyasının üzvü olan Kamal Əliyev də vaxtilə hakim olub və bu məsələ ilə bağlı sərt açıqlamalar verib. Bu isə göstərir ki, hətta eyni komandada yer alan şəxslər belə müəyyən mərhələlərdə bir-birinə qarşı mübarizə aparıblar. Azərbaycan dövləti istintaq orqanları və Bakı Hərbi Məhkəməsi üçün dövlət maraqları nə tələb edirsə, bu istiqamətdə zəruri suallar həmin şəxslərə verilir. Ehtimal edilir ki, sualların bir qismi artıq ibtidai istintaq mərhələsində verilib. Çünki Arayik Arutunyan, Bako Sakyan, David İşxanyan və digərləri ilə bağlı həmin şəxslərin məlumatlı olmaması inandırıcı görünmür. Onların ən azı bu şəxslərin fəaliyyəti barədə məlumatlara malik olduqları ehtimal olunur. Ekspert əlavə edib ki, hazırda istintaq davam etdiyindən bəzi məlumatlar ictimaiyyətə açıqlanmır. İstintaq sirrinin qorunması hüquqi baxımdan vacibdir. Həmçinin hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin işi üzrə məhkəmə istintaqı gedir, ifadələri alınır, şahidlər dindirilir. Bu mərhələdə tərtər işi ilə bağlı onlara sualların verilməsi mümkündür. Əgər bu dindirmələr qapalı keçiriləcəksə, ictimaiyyət bununla bağlı hələlik məlumat ala bilməyəcək. Ancaq məhkəmə yekunlaşdıqdan və hökm elan edildikdən sonra cəmiyyətə rəsmi məlumat verilə bilər. Bununla yanaşı ola bilər ki, məhkəmə prosesi açıq keçiriləcək və istintaqın bu hissəsi ilə bağlı ictimaiyyət dərhal məlumatlandırılacaq. Bəşirov qeyd edir ki, tərtər işi ilə bağlı adı çəkilən şəxslərə sualların verilməsi real ehtimaldır və onların cavabları indiyədək məlum olmayan faktlar üzrə çıxara bilər. Bu, həm bizə qarşı tərtər işindən istifadə edən qüvvələrin əsl niyyətlərini ifşa edə bilər, həm də məsələnin özündə gizli qalan məqamların aydınlaşdırılmasına yardımcı olar. Unutmaq olmaz ki, cinayət proseslərində əsasən ibtidai istintaq vaxtı cavabı tapılmayan suallar məhz məhkəmə istintaqı zamanı cavablandırılır. Bu baxımdan qeyd edilən ehtimallar tamamilə əsaslıdır.